Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi 2-ci Dünya müharibəsində Amerika Birləşmiş Ştatları Sovet İttifaqının deməli müttəfiqi olsa da, 2-ci Dünya müharibəsi başa çatdıqdan sonra bu iki dövlət arasında müəyyən vaxtlarda gərginliklər olmuş və soyuq müharibə deməli davam eləmişdi. 1962-ci ildə Amerika Birləşmiş Ştatlarının kəşfiyyat təyyarələri Kuba ərazisini çəkən zaman orada orta mənzilli Sovet raketlərinin olduğunu müəyyən edirlər. Və bu barədə də deməli dövlətə məlumat verilir və Amerika Birləşmiş Ştatlarının o dövrdəki prezidenti John Kennedy dərhal Moskvaya bildirir ki, həmin raketləri oradan çıxarmaq lazımdır. Nikita Xruşov isə Kennedy'yə bildirir ki, o raketlər orada Kubanın müdafiəsi üçün qurulmuşdur və beləliklə də müəyyən gərginliklər başlayır və Amerika Birləşmiş Ştatları da artıq öz deməli raketlərini döyüş vəziyyətinə gətirir, ordusunu döyüş vəziyyətinə gətirir və Kubanı mühasirəyə alır demək olar ki, və bu zamanda Sovet gəmiləri artıq Amerika Birləşmiş Ştatlarının qoşunlarına tərəf gəlir. Dünya artıq 3-cü Dünya müharibəsinin astanasında idi və beləliklə də kompromisə gedirlər. Müəyyən danışıqlar nəticəsində Sovet İttifaqı öz qoşunlarını, deməli öz raketlərini, orta mənzilli raketlərini Kubadan çıxardır. Onun əvəzində isə bildiyiniz kimi o dövrdə də Amerika Birləşmiş Ştatlarının Türkiyədə deməli raketləri vardı. Deməli Sovet İttifaqı öz raketlərini, orta mənzilli raketlərini Kubadan çıxardır. Amerika Birləşmiş Ştatları da öz raketlərini Türkiyədən çıxarmaqla kompromisə gəlirlər və dünya 3-cü Dünya müharibəsindən artıq qurtuldu. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.